MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əmək haqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşmışdır. Həmçinin məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində Nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğul tədbirləri ilə əhatə olunmuşdur. 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünə məşğulluq proqramına cəlb edilmişdir. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşə yönü məsləhət xidməti göstərilmişdir. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir. İşsiz və iş axtaran şəxslər üçün peşə hazırlıq kurslarının təşkili də dövlətin aktiv məşğulluq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kursların əsas məqsədi insan kapitalının inkişafını təmin etməklə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların formalaşmasını, eyni zamanda iş axtaran və işsiz şəxslərin müasir bilik və bacarıqlara yiyələnərək münasib işlə təmin olunmasına şərait yaratmaqdır.